İndi isə təfəkkür mövzusunun 4-cü hissəsi məntiq xətaları. Əvvəlki mövzumuzda, yəni əvvəlki hissədə, 3-cü hissədə dedik ki, məntiq xətaları ilə danışdıq. İnsanların tez-tez etdiyi 7 fərqli məntiq xətası olur. Onlara uyğun səhv mühakimə, yanlış düşüncə, əsaslı mühakimə, doğru məntiqli düşüncə əlaqələrinə baxaq. Yəni bu əlaqələrə baxaq ki, heç kim bizi aldada bilməsin. Fəndlərlə, tələlərlə. Həddən artıq ümumiləşdirmə. Cəmi bir neçə nümunəyə baxacaq. Məsələn, cəmi 1-2 nümunəyə baxıb, bunu bütün qrupa və ya hər kəsə aid etmək düşüncəsi. Səhv mühakimədir. Yəni taksi xidməti üçün Toyota Prius markalı avtomobildən istifadə edən müştəri yolda qəzaya uğrayır. Bu qəza ona görə baş verdi ki, maşının markası Priusdur. Deməli, bütün Prius maşınları təhlükəlidir. Bu səhv mühakimədir. Doğru mühakimə, əsaslı mühakimə, hadisə sürücünün ehtiyatsızlığından baş verdi. Bundan sonra tətbiqdə sürücünün dəyərləndirmə səviyyəsinə baxmalıyam. Özünü bənzətmək. Bir sahədə çox hörmət edilən, məşhur olan bir şəxs nəyəsə inanırsa, deməli bu mütləq doğrudur. Mən də elə etməliyəm, deyə düşünməkdir. Məktəbimizin ən məşhur qızı voleybolla məşğuldur. Deməli, mən də voleybolla məşğul olmalıyam. Səhv mühakimədir. Əsaslı mühakimə nədir? Mən isə gimnastikanı sevirəm. Müəllimim də gimnastika ilə məşğul olmağı tövsiyə edir. Deməli, gimnastika ilə məşğul olmalıyam. Cəmiyyət tərəfindən qəbul edilmək. Ad populum. Əgər bir şeyi çoxluq, bütün hamı qəbul edirsə, deməli o doğrudur. Hər kəs bunu bəyənirsə, deməli yaxşıdır, deyə düşünmək tələdir. Hamı dəbdə olan sarı rəngdə köynək, paltar geyinir. Deməli, mən də sarı paltar alıb geyinməliyəm. Səhv mühakimə, mənə sarı rəng yaraşmır. Ona görə də dəbli və mənə yaraşan rəngdə paltar geyinməliyəm. Əsaslı mühakimə. Şəxsi qərəzlilik. Ad hominim. Söylənilən fikrə, argumentə deyil, sırf o fikri səsləndirən şəxsin özünə, xasiyyətinə və ya görünüşünə əsaslanıb yanlış qərar verməkdir. Aydan deyir ki, sahibsiz heyvanları sığınacaq yerləşdirməliyik. Aydan çox qəribə qızdır, gülməli paltarlar geyinir, bizdən ayrı gəzir. Ona görə də yəqin ki, dediyi səhvdir. Səhv mühakimə, Aydanla dost deyiləm, amma dediyi həqiqətən doğrudur. Heyvanlara kömək etməliyik. Əsaslı mühakimə, boş adam xətası. Qarşı tərəfin dediyi əsaslı argumenti kənara qoyaraq məsələni bilə-bilə tam fərqli və bəsit bir istiqamətə yönəltmək. Bunu edənin məqsədi öz mövqeyini nəyin bahasına olursa olsun gücləndirməkdir. Məsələn, təklif şəhərdəki ekoloji problemləri həll etməyin yollarından biri velosipeddən istifadə etməkdir. Demək, istəyirsiniz ki, şəhərdə ekologiyanın vəziyyəti pisdir, səhv mühakimə. Demək, velosipeddən istifadə üçün xüsusi yollar çəkmək lazımdır, əsaslı mühakimə. Çoxmənalı danışmaq, söz oyunu. Fərqli mənada anlaşıla bilən sözlərdən istifadə edərək auditoriyanın fikrini yayındırmaq, sonra dediyi sözü fərqli tərəfə yozmaq deməkdir. Məsələn, tapşırıq, bu məsələni öz aranızda danışmayın, hər kəs ayrılıqda araşdırsın. Biz öz aramızda danışmamışıq, sadəcə bir neçə şəkil və mesaj göndərmişik. Səhv mühakimə. Doğrudur, biz gərək heç bu mövzuda ünsiyyət qurmayaydıq. Əsaslı mühakimə. Sirkulyar arqument. Fikri əsaslandırmaq üçün irəli sürülən mühakimənin əslində yeni bir nəticə verməməsi, sadəcə əvvəlki fikri başqa sözlərlə təkrar etmək. Məsələn, məsləhət, siqaret çəkmək məsləhət görülmür, çünki sağlamlığa ziyandır. Mən siqaret çəkmərəm, çünki sağlamlığa ziyandır. Səhv mühakimə, mən siqaret çəkmərəm, çünki həyatımı sağlam yaşamaq istəyirəm. Əsaslı mühakimə. Yəni, burada bir vacib qeyd var. Təfəkkürün inkişafı şagirdlərdə çox mühüm bacarıqlar formalaşdırır. Lakin şagirdi sadəcə məntiqi düşünmə səviyyəsində saxlamaq düzgün deyil. Məktəbin əsas vəzifələrindən biri uşaqlarda həm də tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirməkdir. Çünki bu təfəkkür növləri onlarda qarşılaşdıqları hadisələrə fərqli, müstəqil şəkildə yanaşmaq, vəziyyəti düzgün dəyərləndirmək, intellektual bacarıqlar qazanmaq imkanı verir. Məntiq xətalarını yaxşı bilsək, həm özümüz səhv qərarlar verməkdən, həm də dərslərdə, müzakirələrdə hər zaman uğurlu nəticə əldə edərik. Belə, bu da 4-cü hissə təfəkkür mövzusu. Xoş dinləmələr.